Değerli izləyicilər, bu günləri yumuşaq, qat-qat mayalı xəmirin hazırlama qaydasını sizlərə göstərirəm. Siz də bu cür yumuşaq, gözəl, qat-qat xəmir əldə etmək istəyirsinizsə, videonu sona qədər izləyin. İnanıram ki, nəticə sizi çox sevindirəcək. Keçək hazırlama qaydasına. 1 kiloqram yarım una, 1 çimdik duz, 2 xörək qaşığı şəkər tozu, 20 qram maya, mən burada yaş mayadan istifadə elədim, siz quru mayadan da istifadə edə bilərsiniz. 120 qram otaq temperaturunda yağ, istənilən yağdan istifadə eləmək olar. 4 ədəd ağlı sarlı yumurta, 700 ml də süd. Südü apardığı qədər desəm daha doğru olar. Xəmirimizi yoğururam. Burada xəmiri çalışıram ki, çox yumuşaq olmasın, biraz möhkəm xəmir yoğurmaq lazımdır. Əziz xanımlar, səhifədə qat-qat xəmiri paylaşmışam mən. Orada mayasız xəmirdir. Bugünkü xəmirimiz isə mayalıdır. Mayalı xəmir o bir xəmirə nisbətən, mayasız xəmirə nisbətən biraz fərqlidir. Həm yayıb qatlaması, yəni o biri xəmir daha rahat yayıb qatlamaq olur. Mən deyərdim bu xəmirə nisbətən. Amma bu xəmirimiz də çox gözəl, əla xəmirdir. Bu xəmirdən müxtəlif bulkalar, börəklər, piroqlar da, ətli piroqlar da hazırlamaq olar. Xəmiri qoydum, mayalandı. Mayalandıqdan sonra gördüyünüz kimi kündələyirəm. Biraz da kündəyə saxlayıram ki, ona görə kündədə saxlayıram ki, təzədən bunu oxlovla yayanda mənə çətin olmasın. Xəmir rezin kimi elə bil yığılıb dala qayıtmasın. Biraz kündəyə qaldıqdan sonra elə əlimlə, yəni oxlova heç ehtiyac olmadı. Əlimlə xəmiri genişləndirdim və içərisinə 1 kiloqram yağ yerləşdirirəm. Burada yağımız elə bu formada yağı almışam. Qat-qat yağdır. Tort ləvazimatları mağazalarında əldə eləmək olur bu yağlardan. Yəqin ki, marketlərdə var. Amma mən hər dəfə tort ləvazimatları mağazasından əldə eləyirəm. Gördüyünüz qaydada yağ yerləşdirdim bura. Tam 1 kiloqram yağı və xəmiri stilçə büküb soyuducuda saxladım. Soyuducuda saxladım. Biraz soyuducuda hardasa 20 dəqiqə qaldıqdan sonra təzədən xəmiri çıxardıb yayıram burada. Amma burada sizə qeyd edeyim ki, mənim burada istifadə elədim ki, içərisinə qoyduğum yağ çox möhkəm idi. Yəni buzluqdan çıxmışdı. Biraz möhkəm idi də. Siz istifadə eləyəndə bu yağdan daha yaxşı olar ki, soyuducudan çıxmış yağ olsun. Tam buzlu yağ olmasın ki, rahat yaya biləsiniz ona görə. Deməli, xəmiri çıxardıb oxlovla yayıram gördüyünüz qaydada, üz-üzə qatlayıb, daha sonra kənarlarını da yenə üz-üzə qatlayıram, təzədən büküb soyuducuda saxlayıram. Soyuducuda da yenə bir hardasa 20 dəqiqə qalandan sonra təzədən xəmiri çıxardıb eyni qayda ilə yayıb qatlayacağam. Dəyərli izləyicilər, mən deməli 4 dəfə bu xəmiri bu formada yayıb qatlamışam. Uzun video olmasın deyə, yorucu sizlər üçün yorucu, bezdirici video olmasın deyə bütün qatları yayanda mən lentə almamışam. Sadəcə buradan qeyd edeyim ki, mən 4 dəfə eyni qaydanı 4 dəfə elə bil təkrarlamışam. Baxın, bu formada soyuducuda qoydum. Hardasa 20 dəqiqə, yarım saatdan sonra təzədən çıxardıb yenə yayıram. İkinci yaymanı da yəni göstərirəm ki, yəni birinci yaydığım kimi eyni yaymanı göstərirəm ki, yəni eyni qayda ilə yayıram üz-üzə və kənarlarını da həmən formada üst-üstə gətirirəm və salam. 4 dəfə eləyəndən sonra tam xəmirimiz hazır olur. Xəmirimiz elə bil hazır olanda da burada yayanda da hiss olunur ki, elə bir yağı güclə yayılıb da içərisinə. Yəni qeyd edeyim ki, siz soyuducuda saxlayın yağı. Mənim kimi buzluqdan elə çıxardıb istifadə eləməyin. O mənim özümə əziyyət oldu əslində. Deməli, xəmiri də bu cür qatlayandan sonra eyni qayda ilə baxın. 4 qat elə bir həm kənarları, həm qıraqlarını qatladım üz-üzə. Bizim xəmirimiz hazırdır. Görkəm olaraq yenə deyirəm, mayasız xəmir daha səliqəli görünə bilər üzdən, amma bu da çox mükəmməl xəmirdir. Əla xəmirdir belə deyək. Kəsib iç qatlarını da sizə göstərirəm və mən bunu 4 yerə bölüb buzluqda saxlayacağam. İstədiyim vaxt bu xəmirlərdən çıxardıb istədiyim, məsəl üçün börəklər, bulkalar, ətli piroqlar hazırlaya biləcəm. İnşallah ki, bəyəndiniz. Əgər bəyəndinizsə zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.